bu danışacağım hekayədə sənin də bir həqiqət payın var. Sən hər gün güzgüdə gördüyün və sən özünü mən olaraq dərk eləməyə başladığın o gündən bu günə qədər sənin mən beləyəm deyə qəbul edib yaşadığın bir çox şeylər bu hekayədə sorğulanacaq. Ona görə qulaq assan məsləhətdir. Deməli bir gün toyuqlar dənlənə gedib çıxırlar bir qartal yuvasının yanına. Baxırlar ki, yuvanın içində bir yumurta. Yumurtanı diyirlədə götürüb gəlirlər öz yuvalarına. Bu nədir belə? Nəsə deyirlər ki, yumurtadır ya bu yumurta. Belə qərarlaşdırırlar toyuqlar ki, bəs çil toyuq qırt düşüb, yatsın bu yumurtanın üstündə. Çil toyuq yatır yumurtanın üstündə. Bir xeyli müddət keçir, yumurtanın içindən bir bala çıxır. Toyuqlardan da ilkə bir bala. Bu nədir bu? Hayırsa toyuqdur da. Toyuq boz rəngdədir. Hayırsa bu boz toyuqdur. Adını qoyurlar boz toyuq. Və bu toyuq başlayır, dənlənir, gəzir o yana, gəzir bu yana. Beləcə bunu böyüdürlər, tərbiyə edirlər və bu böyüyür yavaş-yavaş. Bir gün toyuqların yuvasının üstündən bir qartal uçur. Bala qartal baxır belə göyə, baxır qartala. Deyir ki, bu nədir belə? Soruşur ki, bu nədir belə? Deyirlər ki, o qartaldır. O uçur, zirvələrə qalxır, o buludlara qədər qalxır, o əzəmətli bir quşdur. Bu bala qartal baxır qanatlarına, baxır ora-bura ki, məndə də var. Toyuqlar gülüşürlər, deyirlər ki, o səndə ölçüdür, biraz böyüdür. Sən yadında saxla, sən toyuqsan, sən boz toyuqsan. Vəssalam, qəbul eləyirsən toyuqsan, ora bax, o sən ki, bizim nəsillikcə bizdə uçan olmayıb. Biz toyuq, boz toyuq, sən də adındır da, boz toyuq. Və beləcə balaca qartal toyuqların arasında özünün toyuq olduğunu qəbul eləyir və bir ömür boyu beləcə o əzəmətli göylərdə qanatlarını açıb süzən qartallara həsrətlə baxa-baxa həyatının sonu gələcəyi günü gözləyə-gözləyə bir toyuq kimi yaşayır. İndi lətifəsi bizdən uzaq. Bu həyatda bizə nə öyrədiblərsə, o bizə öyrədilənlərdir. Amma hər kəsin içində bir qartal var. Bəli, hər kəs bu dünyaya eyni doğulub. Bizə ola bilsin ki, toyuq olmağı öyrədiblər. Ola bilsin ki, bizə onu bacarmarsan, bunu bacarmarsan deyə bir çox xüsusiyyətlərimizi kodlayıblar. Amma onların hamısının açılması qaydası var. Və inanın ki, bugün neyrosiyet elmi təsdiqləyir ki, sən 70 yaşında dülgər olmaq istəsən, beyin bunu həzm eləyir və bunu rahatlıqla qəbul eləyir, sevə-sevə. Sən istənilən zaman, istənilən bir o mən bacarmaram dediyin hər bir şeyi istənilən yaşda qəbul eləmək potensialındasan. Bəli, insan. Bu əzəmətli bir sözdür. Və bu dünyaya hər bir insan eyni potensial və eyni güclə doğulur. Hər kəs öz içində şifrəlidir, bağlıdır, kodludur. Bəli, o kodlar isə açılması mümkündür. Hər kəs sadəcə içəri dönə bilsə, hər kəs öz içində blokludur. Sən gördüyün adam deyilsən. Sən yaradılmış adamsan. Sən özün nəsən? Bax, insan özünü axtaranda, özü tapanda hər şeyi tapır. Həqiqəti də, suallara cavabı da, o ayaqları da, onları yenidən dəyişməyi də və yenidən istənilən bir vaxtı qartal olub uçmalı da. Bəli, bu bizim potensialımız da var. Ona görə sorğula, dayan, düşün. Sən insansan. İnsan isə iradəsi əlində olan, istənilən zaman durub, dayanıb, düşünüb, dəyişə bilən bir varlıqdır. İstənilən yaşda, istənilən zamanda. Ona görə şikayətlənib yaşama. İçəri bax, içəri dön, həqiqətə dön və özünü yenidən yığ,
yenidən tik, yenidən qur və qartal ol, göylərə uç. Uğurlar.